Salam aleyküm dostlar. Dostlar, sizə bir dənə maraqlı bir şey göstərmək istəyirəm. Demək, bu müştərinin paltaryanıdır. Problemi nə idi? Dedi ki, bəs barabanını səs elədi. Sonra riski bir dənə möhkəm bir səs gəldi və paltaryan dayandı. Demək, bu paltaryan nə olub? Bu paltaryanın üç qulağı qırılıb və qırılma nəticəsində baxın baraban nə günə düşüb. Baxın, görürsünüz. Barabanı necə kəsib. Bakın necə kəsib. Üç qulaq qırılanda bu içindəki qazan başlayır çəpəki fırlanmağa və fırlanma nəticəsində plasması qızdırır və başlayır kəsməyə. Yəni sizdə də belə şeylər, hadisə baş verməmək üçün, yəni gördünüz ki, paltaryandan səs gəlir, həmən dəqiqə dayandırın və servisə müraciət edin. Sağ olun, bu qədər.